Məsələ odur ki, ən əsas burada vacib məqamlardan biri İlham Əliyev Ərdoğanı satdı. İlham Əliyev Ərdoğanı İrana və İsrailə satdı. Dünənlər rəsmi xəbər göstərdimsə, baxmayanlar baxa bilər ki, birbaşa Yahudi iş adamları, Yahudi ağsaqqalları Trump'ın yanına gedibdi. Türk devlətləri olaraq Azərbaycanı, Qazaxıstanı və Qırğızıstanı, Azərbaycanı, Qazaxıstanı və Özbəkistanı, 3 ölkəni də müttəfiqliyinizə qoşun. Müttəfiqliyinizə qoşun. Yəni İlham Əliyev gördü ki, Trump'dan Amerika birləşdi. Baxın, indi bunun nəticəsini deyəcəm. İlham Əliyev gördü ki, Trump'dan Amerika birləşdi. O böyük güc olacaq. Bunları məğlub eləmək olmayacaq. Daha Putin'i məğlub eləmək olmayacaq. Uzun zaman qalacaq. Ona görə, dəyərli həmvətənlərim, neynədi İlham Əliyev? İlham Əliyev nə? Rusiya ilə birləşdisə Trump, deməli İran da bunun müttəfiqidir, İran da çox güclü olacaq. Üstəlik Trump gələndən hamını şillələsə də, təpkiləsə də, Rusiyanı ən əsas da İsraili şillələmədi, təpkiləmədi. İsrail hökuməti arxada Rusiyanla bərabər addımlayır. Bu İsrail hökumətinə çox baha başa gələcək. İsrail hökuməti, biz də elə belə adamlar deyilik, bütün ölkələrin kəşfiyyat orqanlarıyla qismən bacardığımız qədər əlaqəmiz var, bizə məlumat çatdırırlar. İsrail devləti arxa planda Rusiya ilə eyni topu oynayırlar. Uzun sözün qısası, Trump gələnlə ancaq İsraili öpüb gözünün üstə qoyub, bir də Putinə hər cürə şərait yaratmaq istəyir. İndi bundan birazdan danışacağıq. Trump'ı impeachment verdilər, Trump'ı artıq öldürürlər. Trump'ı yox edirlər. İndi birazdan danışacağım. Maddə ilə Puqdan rəsmi xəbəri. Burada görürəm biri yazır ki, Qabil Osman indi birbaşa sənə Guardianın məlumatını göstərəcəyəm. Dünyanın ən böyük mətbuatı. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev, baxın, bir dənə Azərbaycan nədir? Azərbaycan İlham Əliyevin bir ailə şirkətidir. Elə deyilmi? Başqa Almaniyanın Xarici İşlər Naziri, ya Mədəniyyət Naziri, ya Təhsil Naziri Azərbaycana gəlsəydi və yaxud başqa yerə getsəydi, başqa ölkəyə getsəydi, ancaq nə düşünürsünüz? Təhsil Naziri təhsil işinə məşğul olacaq, Səhiyyə Naziri səhiyyə işinə məşğul olacaq. Amma Azərbaycanda elə deyil. Azərbaycanda hər şeylər naziri var. Mikhail Cabbarov 46 dənə idarə komitə və nazirliyə rəhbərlik edir və Rusiya KGB-sinin generalıdır ya polkovnikidir və İlham Əliyevin özəl təmsilçisidir. İlham Əliyev bunu hər yerə göndərir. Baxın, Mikhail Cabbarov öz PT dəstəsindən, Ceyhun Bayramov öz PT dəstəsindən İranda neyniyirdi? Mikhail Cabbarov və Ceyhun Bayramov dayanmadan öz dəstəsindən bu dəqiqələrdə İsraildə neyniyir? İndiyə kimi bax, bir dənə sizə bir şeydir. Ərdoğanın İlham Əliyev tərəfindən satılması, yəni İlham Əliyevin Ərdoğanı satmasının bir faktını deyim. Son bir ayda Türkiyəyə, ya Türkiyədən gəlib, ya Türkiyə bizim nə qədər nazirlərimiz və prezidentimiz gedibdir? Nə qədər nazirlərimiz? İndi İlham Əliyev buraxmırlar da, aydın məsələdir, Putin buraxmır. Sadəcə son bir ayda nə qədər İrana səfər olubdu bizim nazirlər, Mikhail Cabbarov, Ceyhun Bayramov nazirlər, nə qədər İsrailə səfər olubdu, nə qədər Türkiyə. Son bir ayda, ya 2 ayda, 3 ayda baxın. Görəcəksiniz ki, Türkiyədən qat-qat artıq dəfələrlə son 1, 2, 3 ay ərzində Azərbaycan İlham Əliyevin özəl təmsilçiləri İranla, İsraildən daha çox görüşlər keçirib. Nətər oldu? Bir dənə İlham Əliyev Ukrayna ilə Rusiyanın arasında gedən savaşda İlham Əliyev dəfələrlə bəyan elədi ki, mən Putinlə Ukraynanın necə deyim, sülh bağlanması üçün, görüş keçirməsi üçün vasitəçi ola bilərəm. Necə ola bilər? Amma İlham Əliyev bir kəlmə, nə o özü, nə hakimiyyəti İsraildən Türkiyə arasında və yaxud Rusiya ilə Türkiyə arasında bir balaca ortaq məxrəcə gəlmə addımları atmır. Nətər olur elə Yahudilər? Mən demişdim, 3 ay bundan qabaq demişdim, 2-3 ay bundan qabaq. Demişdim, Emin Ağalarovun Yahudi lobbisinə bağlı da atası, Emin Ağalarovun atası
Demiştim ki ay millet, Yahudiler Trump'tan İlham Əliyev'i xahiş eləyəcəklər. Türk dilli devletler Özbekistan, bir de Kazakistan. Kazakistan, Özbekistan'ı bunlar özleri koşurlar. Onu bir defa adını çekiblərsə Türk dilli devlet adına, Türk dilli devletlerin desteği adına. Ancak Türkiye'nin adını niye çəkməyiblər? Niye o Yahudiler xahiş eləməyib ki Trump'dan? Türk dilli devletlerin başında Türkiye gelir. Türkiye'de münasibətləri düzəltmə xahiş edirik. Axı Trump bir dənə Yahudilərlə, daha doğrusu İsrail'də Netanyahu ilə razılaşır. Bir də Putinlə dostluq eləmək istəyir. Başqa heç kimlə. Hamıya dava açıb, hamıya savaş açıbdır. Niyə görə o Türk dilli devletlər deyib ora gedənlər, niyə görə bir dəfə Uyğur türklərinin qırğına, genosidə məruz qalmasını demədilər, xahiş eləmədilər. O Yahudilər Türk dilli devletlərin qeydinə qalırdısa. Niyə görə Türk dilli devletlerin qeydinə qalırsa Orta Asiyada 5 ölkə var. Tacikistan, Türkmenistan, Kırgızistan, Kazakistan ve Özbekistan. Niye göre bunlar Özbekistan ve Kazakistan deyiblər, ama Kırgızistan'ı demeyiblər, Türkiye'ni demeyiblər. Sadece bunların xahişi İlham Əliyev'i hakimiyyətdə saxlamaq olubdur. Buradan da İsrail devletine səslənirəm. Azərbaycan xalqı sonuna qədər Qabil deyir və Qabilin ətrafındakiları deyir. Bu ərəfələrdə İlham Əliyevə kömək eləyən İsrail belə olsa 100 illik əlaqələr kəsiləcək. Bax deyirəm, Yahudilər belə Netanyahunu sevmir. Mən bilirəm, 90% Yahudilər sevmir. Mən Yahudiləri çox sevirəm. Onlara da yüksək dərəcədə saygım var. Bax deyirəm burada, əgər İlham Əliyev orada saxlamaq üçün pərdənin arxasında İsrailin köpəyi İran. İran İsrail'in köpeğidir perdenin arkasında. Kuludur. Perdenin arkasında birleşip İran, İsrail, Erdoğan'ı satırlarsa perdenin arkasında İran, İsrail, Amerika, Rusya bir koalisyon kurup Yahudilerin xahişiyle İlham Əliyev'de bu koalisyona davet eləmək, sokmak istəyirlərsə əsla ve əsla aldanırlar. Mümkün değil. Trump indi diyeceğim başına neler gelibdi. Mümkün değil. Trump'ın indi başına gelenler diyeceğim birincisi. İkincisi ise bu savaşın kazananı Avrupa olacak. Daha sonra artık Türkiye miti, ben elə bir adam değilim. Benim her yerde kulağım gözüm var. Türkiye miti artık, Türkiye derin devleti artık İlham Əliyev'in Erdoğan hükümetini İsrail'e ve İran'a sattığını bilir. Bilir artık bunun üzerinde işləyirlər. Artık İngiltere devleti Koral Enerji'nin 2 il ərzində 78 milyard Putin'e savaş pulu veren İlham Əliyev'in aile şirketi Koral Enerji sanksiyalar gəldikcə ad değiştirerek, yer değiştirerek, renk değiştirerek Koral Enerji aynı zamanda Trump'ın seçim kampanyasına 6 milyard Trump'ın seçim kampanyasına 6 milyardı dolar pul ötürübdür. İngiltere bu dəqiqə onun peşindədir. Bu məxfi xəbəri məndən başqa heç kim açıqlamayıb. Yadınızdasa mən Koral Enerji'dən danışanda bir adam Koral Enerji'nin adını belə çəkmirdi. İndi bütün dünya Koral Enerji'dən danışır. Və değerli həmvətənlərim, değerli soydaşlarım, artık her şey, bütün kartlar açık oynanılır. İndi ise keçirəm sizə daha diqqətli xəbərlərə. Daha diqqətli xəbərlərə. İlham Əliyev Erdoğan'la görüşdü. İlham Əliyev Erdoğan'la görüşəndən sonra yenə də İrana öz təmsilçilərini göndərdi. Yenə də İsrail'e öz təmsilçilərini göndərdi. Yine müəyyən pərdə arxasında başka söhbətlər de var, onu akşam canlı yayında diyeceğim. Ve Erdoğan'ın məqsədini, fikirlərini, sağdan soldan da qrupları ne yamsıladığını, kulaklarından eşittiğini, gördüğünü, təklifini, hamısını İsrail'e ve İran'a elədi, çatdırdı. İlham Əliyev. Artık Türkiye'ni belə hədəfə gətirmək istəyirlər, ama alınmayacaq. Çünkü Trump pis oyun oynadı. İndi gəlin sizə
dəhşətli xəbərlər verim. Bu arada ilk önce Guardian, Berdan burada bir ikisi yazır, o asır qabil. Mən hər şeyi subutdan, faktdan deyirəm və subutlarımı da göstərirəm. Elə belə yerdən yox, ancaq dünyanın ən böyük məlumat mənbəyindən göstərirəm sizi.